Hər vaxtınız xeyir. Deməli, bu dəfə də olduqca möhtəşəm bir tarixi abidəyə gəldim, çatdım. Bura qədim Şabran şəhərinin qalıqlarıdır. Mən indi göstərəcəm həmin şəhərin qalıqlarını. Baxın, bu həmin qədim Şabran şəhərinin divarlarıdır. Bütövlükdə belə bir ərazidədir. Çox gözəl məkandadır həqiqətən. Və bunu da qoruyub saxlayırlar bu formada. Bütövlükdə bu uzanır bu formada. Demək ki, dairəvi bir qaladır. Qırmızı kərpic var. Eyni zamanda da yonulmuş daşlardan da hamısı istifadə olunub. Və bu qazıb yerin altından çıxarılıblar. Yəni, görün necə bir möhtəşəm bir tarixi abidədir bura. Belə. Ümumiyyətcə bu üslubda qalalar Azərbaycanda var. Əvvəllər bura bu formada deyildi. İndi demək olar ki, ətrafını qəşəng bağlayıb, düzəldib, çox gözəl, belə deyim, burada işlər görüblər. Gələcəkdə bura biletlə olacaq. Bax belə, bura qədər. Qədim Şabran şəhərinin qalıqlarıdır. Belə. Belə deyim, biraz buranın tarixi haqqında da məlumat vereyim. Demək, qədim Şabran şəhərinin ümumiyyətcə ilk dəfə Ptolemey öz əsərində bu şəhərin adını çəkir. 2-ci əsrdə belə deyək və göstərir ki, belə bir şəhər var. Amma ümumiyyətcə digər mənbələr göstərir ki, bura 1-ci Xosrov Ənşirəvanın vaxtında, Sasanilər dövründə inşa olunub, bu şəhər inşa olunub. Və ondan sonra isə belə deyim, bu Şabran şəhərinə dəfələrlə hücumlar olur və bu hücumlar nəticəsində şəhər dağılır. Ümumiyyətlə tamamilə dağılır və xarabalığa çevrilir. Demək, bura Əmir Teymur belə gəlib çatıb bu şəhərə. 1300-cü illərin sonlarında gəlir bura, bu şəhərdən keçir və gedir, geniş məlumat verir. Ümumiyyətcə Şabran şəhər haqqında. Bax belə, buranı da çox gözəl qazıb və həmin o divarları belə aşkara çıxarılıblar. Və burada bir başqa maraqlı bir yer var. Mən oranı göstərəcəm sizə həmin hissəni. Ümumi olaraq birinci buranın görüntüsünü göstərim. Belə. Bu da şəhərin ümumi görüntüsü yuxarıdan. Gözəl. Deməli, Şabran şəhərində, qədim Şabran şəhərində olduqca maraqlı bir məkan var. Burada Azərbaycanın məşhur şairi Xəqani Şirvaninin, belə deyim, saxlanıldığı, həbs olunaraq saxlandığı bir zindan var. Bax, o zindan bu şəhərdədir. Mən onu göstərəcəm, haradadır. Bax, bu qarşınızda gördüyünüz məkan ki var. Bura məhz Xəqani Şirvaninin saxlandığı zindan olur. Yəni, bunu indi qazı baş gəlirlər. Bir fikir verin. Balaca bir hücrədir. Diqqət edin bura. Bax, bu zindanda Xəqani Şirvani həbsdə saxlanılıb. Belə deyim də, o vaxtı Nizami Gəncəvi belə Şirvanşahın hüzuruna gəlir ki, belə deyim, Xəqani Şirvanini azad eləsin və onun üçün hətta əsərlərindən birində Şirvanşaha həsr edir də, bildiyiniz kimi. Onunla belə yenə də həmin o Şirvanşah Xəqani Şirvanini azad eləmir. Demək olar ki, ömrünün bir çox hissəsini bax bu zindanda Xəqani Şirvani keçirmiş olur. Amma sonra azad olduqdan sonra birbaşa gedir Təbrizə və demək ki, orada dünyasını dəyişir. O Qızıl Arslanın dövründə. Nizami Gəncəvi ilə Xəqani Şirvani də elə Təbrizdə yol üstü görüşürlər. Bax belə. Buranın da belə bir maraqlı tarixçəsi var. Həmin hissəni bir daha göstərim. Bax, bu qaladır. Burada zindanda Xəqani Şirvani olub. Ümumiyyətlə, bu şəhər haqqında çox danışmaq olar, çox demək olar. Və hətta tarixçinin dediyinə görə ilk dəfə 9-cu əsrdə burada, belə deyim, kanalizasiya sistemi aşkar olunub bu şəhər. Yəni, olduqca qədimdir. Bax, belə. Bu isə buradan tapılmış müxtəlif daş abidələrdir. Ümumi olaraq ərazisi belədir. Bax, şəhər yuxarıdan belə görsənir. Yəni, düzün desəm, çox gözəldir, həddən artıq gözəldir bura.
Bax belə. Belə gəldim, qədim Şabran şəhərində gördüm, çəkdim buranı. Olduqca gözəldir, həddən artıq. Təsəvvür ki, əsrlərin yadigarıdır. Özünüz fikirləşin, təxminən 1-2-ci əsrdə ilk dəfə bu şəhərin adı keçir. Yəni, bundan gözəl nə ola bilər ki? Belə bizim möhtəşəm tariximizdir bu.